Salam dostlar. Bugün yine ben bağçamı çekmek istedim size. Birazdan bunların bu güllerin mövsümü keçəcək. Dedim ne kadar ki üstünde açır. Sizinle paylaşın. Hem de ki kanalımda bir xatirə kimi qalsın da. O yazın güzellikleri bir de olmayacak bu yıl inşallah. Bir de kaldı gelenle sağlık olsun. Bu mənim axsarmaşıq gülümdür. Keçən videomda çəkmişdim, az açmışdı. İndi maşallah hamısı baxın belə. Yaxınlaşdıraq. Belə açır. Yavaş yavaş. Tumurcuqlar da var amma demək olar ki açıb. Belə. Gözəlliyinə baxın. Hər dəfə bu qızıl güllərin tikanı mənim qollarımı bir tər eləyir. Burada da qırmızı gülümdür. Belə. Çox gözəl sortdur. Gör, ağın yanında necə gözəl görsənir. Baxın belə. Bu il bunun üstündə çoxudur dostlar. Külək çox güclü küləklər oldu bizdə. İndi bir də təzədən tumurcuyuz qoy baxın. Küləklər çox güclü oldu. Bunun neçəsini qırdı üstündə tumurcuqda. İnanırsınız bu adətən bərkdir bunun sapı. Mən dedim gücü çatmaz da amma qırdı. O qədər külək güclüydü ki qırdı. Tökdü yerə. İndi yeni təzədən tumurcuqluyur inşallah. Açanı da var. Gösterdim indi sizə. Bu da mənim yenə qırtləcək gülümdür. Bax belə açıb. Bu gülün bir pis cəhəti var ki, hamısı birdən açır. Bir iki dənə qönçəsi var burada qalanı. Hamısı birdən açır. Açmır, açanda hamısı birdən açır. Adam ürəyi necə deyər, doyunca görə bilmirsən. Daha tez açır. Yağışlar da oldu. Çoxun xarab elədi. Baxın necəsini xarab eləyib belə. Amma yenə də gözəldir. Tutun belə tikanı da mənə şey eləyir. Tam görün nə gözəldir. Baxın. Bir budaqda baxın necə qəşəng. Belə. Gözəl açıb. Tikanları adamın əlinə çox pis batır. Sarmaşıq görün bax belə. Burada da qızıl gül. Şimdi biraz yavaş çəkirəm ki gözəlliyi doyunca görəsiniz. Düz deyə bu gözəlliyə baxmaqdan adam insan doymur. Çox gözəldir. O rəngi elə bir qırmızıya çalır orada. Xanımlar. Baxın dostlar. Buna bax. Ne olub ki bu belə? Rəngi elə bir qırmızıya çalır. Bəlkə də yağışdan olur. Burada da geranlarımdır. Çox açmışdı. Çiçeğin çoxun üstündən tökdü külək, yağış. Burada neçə gündür külək yağış var. Dayanmadan yağır. Bu da ağ geranın. Bu da belə bir rəng geranın. Çox gözəl rəngi var. Üstündə qönçələri, çiçəkləri. Ağın yanında gör necə gözəl görsənir. Oraya əlim çatmır. Çox arxadadır. Güllər qoymur qızıl güllər. Ora keçməyə tikandılar. Əllərimə dəyirlər. Bu da hrizantemdir. Özün göstərir. Deyəsən çiçəyi ağ olmayacaq. Bir başqa olacaq. Çox gec açırmış bu güllər. Bu
Bu da vareniyalıq güllərdir. Çox gözəl ətri var. Çox həddindən artıq. Maşallah. Bir 40 düymədir elə bir ki. Bir dənə budaqda 4-5 dənə açır. Və baxın. 3, 4, 5, 6, 7, 8, 10 dənə maşallah. Dostlar, hələ bunu saymadım. 11. Bu bundan deyil də. Bu bunun bir dənə budağının adıdır. Baxın, bir dənə budaqda 10 dənə düymə var. Görürsünüz? Çox da gözəl ətri var. Oh, mis, mis, mis. Kaş ətrin siz də qoxlaya bilərdiniz. Çox. Kimdə varsa qoxusun, yəqin ki, bilər. Çox gözəl qoxusu var. Belə. Yağış güllərimi biraz hırpaladı. Bu deyiri. Mahnıda qızıl gülümün rəngi niyə saraldı? Tam üstünə düşdü. Burada da vişnəmdir dostlar. Bu ilki kimi belə vişnəm olmamışdı. Elə hiss elədim, çiçəklərinin çoxu tutmur. Bax, belə saralır, düşür, saralır, düşür. Bax, bununki kimi. Çoxu saraldı, düşdü. Keçən il çox qəşəng gətirmişdi. Bu bir ildə. Amma bu il yağışdan oldu, küləkdən oldu yəqin ki. Bunlar çiçəkləyəndə yağış, külək imkan vermədi. Yaxşı tutmayıblar. Yəni belə tək-tük gətirib seyrək. Bu da kalanfoyelerimdir. Bunda çiçəyə dostlar. Çölə qoymuşam, baxın, bir dənəsi qalmışdı sonra. Biraz qırmızıya çalır. İçəridə belə döyüldü. Sonradan açıb bu çiçək. Fikir verirsiniz. Amma belə də gözəldir. Elə bir qırmızı yox, belə rozovaya çalır. Çox da gözəl görsənir. Kalanfoyelerim deyil. Bizləri hər yağışdan sonra gəlib səhər-səhər bir baxıram. Gündüz neçə dəfə baxmışam ki, görüm üstündə varsa götürüm, yarpaqlarını yeməsin. Bilmirəm, bax, bu gülü görəniz və deyər, bunu alıblar mənə, bilmirəm, dekabristdir, yoxsa bunlar bir-birinə bənzəyir, mən seçə bilmirəm. Üstündə də tumurcuq var, açanda açıb qutara bilmir, açmır. Günəşə də qoydum. Bilmirəm, bu dekabrist gülüdür, yoxsa bir adı da var idi, o nə idi deyirlər. Yılbaşı deyirlər, nə deyirlər. O ondandır, yoxsa paskaliyadır. Bax, bilmirəm, paskaliyadır, yoxsa dekabristdir. Əgər biləniz varsa mənə yazar. Çünki aydınlaşdıra bilmirəm. Bunların yarpaqları oxşuyur bir-birinə. Bu da pul gülümdür. Bu da belə açır yavaş-yavaş mənəqşə kimi. Burada da belə bir gözəlliyim var. Xalça gülü, kaleus. Bu il bunlardan demişdim, başqa növlərini də alım, amma gittim gülçülükdə tapa bilmədim başqa növlərin. Burada da belə bir gülüm var. Bunu da yeni almışam, asıl qandadır. Belə çox qəşəng güldür, üstü də dolur çiçəylə. Mən alanda balacı idi, böyüyüb çiçəklədi. Sonra burada yine belə bir vurulmuşam da, ben onun yarpaqlarına çox gözəl yarpağı var. Üstü doluydu qönçə ilə, güllə. Yəni o vaxtı çəkib şortunu aldım, paylaşmadım. Və sonra yenidən yanlarını çox 2 dənə sallanırdı. Qırdım belə budaqlarını ki dolu-dolu olsun. Əkdim yenidən hamısını. Belə də qəşəngdir, doludur. O güldən əkəndə qırılmışdı. Bunları da buraya əkdim. Suda kökləndirdim. Burada da belə gülüm. Bunda dipçəyini dəyişdim belə. Burada da belə yenə. Bu da ondandır. Qartenziya çox gözəl rəngi olacaq inşallah. Gidelim o yüzü də çəkək. Çox gözəldirlər.
zambaqlarımda yavaş-yavaş açırlar. Çox gec açdılar bunlar. Amma olsun açdılar. Küləyə yağışa rağmen yenə də dayanıblar. Bax. Sivə gəliblər, dözümlüdülər. Amaral buynuzu. Çiçəkləri qapanıb. Axşamüstü deyən çiçəkləri qapanıb. Burada da belə sarmaşıq güllərim. Külək nə qədərini töküb, amma yenə də üstündə var. Külək töküb hamısını siləcəklər. Yerlə bir eləyib. Çox bir şeydir. Da boyanamdı. 3-4 kol var məndə. Neçə? Toxumu düşür, çıxardıb atıram. Toxumu düşür, çıxır. Çox sırtıq bir şeydir. Amma mənə lazım olur. Çox gözəllikdə ətri var. Yaradan var bunu. YouTube'da görürəm, kanallarda, böyük kanallarda görürəm. Deyirlər ki, bunu yağ soğanla qovurup yeyirik. Amma mən heç eləməmişəm. Belə çiğ yeyirəm, amma soğanla eləməmişəm. Bu da ətirşah gülümdür. Çiçəkləyir. Bunun bir böyüyü var idi. Bayağı sarmaşıq çəkdiyim gülün yanında. O yer olmadı. Onu çıxartdım, bu bir tərəfə əkdim. Çox böyüydü. O bilmirəm, külək çox tutdu, nədir? Qurudu. Oradan mı yerin sevmişdi. Yersizlikdən oradan çıxartdım. 3 koluydu məndə. Hamıya verdim. Budaqlarından çox adama verdim. Bilmirəm küstü nədir. Amma mən inanmıram elə şeylərə. Yenə xalça kimi. Elə bir xalıdır. Biraz axşamüstü ilə bir balaca yığışıblar. Amma qəşəngdirlər. Axşamüstüdə amma günəş yenə də var. Bugün yağış idi. Dünən yağış yağıb. Bugün dəhşət isti idi. Neçə gündür istidir. Yağışın istisi. Bürküdür. Hava isti yox, bürkü. Necə gözəldir. Çox gözəldilər. Maşallah. O qırtləcək günündən burada da var. Burada da bir kolpam var. Görürsünüz, hara gəldiymişəm. O qədər xoşum gəlir ki. Belə dostlar, bugünkü videomda bura qədər olsun. Beğen atıp yorum yazmağı unutmayın. Sağ olun, sağlıkla kalın. Yeni videolarda görüşərik inşallah. Güzellikler. Çok güzeldiler.